Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Turan Türk xalqlarının mədəniyyətinin inkişafına dəstək ictimai birliyi, toxuculuq və Ebru sənətinin öyrədilməsi adlı layihənin icrasına başlayıb. Turan Türk xalqlarının mədəniyyətinin inkişafına dəstək ictimai birliyinin və Yunus Əmrə İnstitutunun birgə layihəsi olan Toxuculuq və Ebru sənətinin öyrədilməsi tədbirinin açılış mərasimindəyik. Yunus Əmrə İnstitutunda Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Turan Türk xalqlarının mədəniyyətinin inkişafına dəstək ictimai birliyi iyun ayının 1-dən avqust ayının 31-nədək toxuculuq və Ebru sənətinin öyrədilməsi adlı layihənin icrasına başlayıb. Türk halklarının medeniyetinin inkişafına destek içtimai birliği ile beraber dokumacılık ve Ebru sanatı için bir kurs düzenliyoruz. Yaz boyu devam edecek bir kurs bu. Tabii Ebru sanatı bir anlamda baktığınızda aynı tesip gibi veyahut başka geleneksel İslam sanatları gibi kültürümüzün ayrılmayan bir parçası. Ancak son dönemde yavaş yavaş unutulmuş, bu işin meraklıları, ustaları giderek azalmış. Biz tabii bunun inkişafına destek vermek için var gücümüzle çalışıyoruz. Bu anlamda yereldeki partnerleri çok önemsiyoruz. Layihə gənc qızlarımıza, xanımlarımıza və işə ehtiyacı olan qadınlarımıza Azərbaycan və digər türk xalqlarının milli ornamentli toxuculuq və Ebru sənətinin öyrədilməsinə, həm qədim mədəni irsimizin qorunub saxlanılmasına, həm də layihəyə cəlb olunanların peşəkar bacarıqlarının artırılması ilə yanaşı, iqtisadi müstəqillik qazanmalarına həsr olunub. Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Turan Türk xalqlarının mədəniyyətinin inkişafına dəstək ictimai birliyi iyunun 1-dən avqustun 31-nədək toxuculuq və Ebru sənətinin öyrədilməsi layihəsinə başladıq. Və layihə tərəfdaşımız Yunus Əmrə Mədəniyyət Mərkəzi, Yunus Əmrə İnstitutunun ev sahibliyi ilə həyata keçiririk. Müraciət edənlərimiz çoxdur, xanımlarımız çox həvəskardır sənət öyrənməyə və biz də çox həvəsliyik ki, öyrədək inşallah. Sənət öyrənmək, bu sənəti öyrənmək həm bizim qədim xalqlarımızın, qədim türk xalqlarının Ebru və toxuculuq sənətini həm öyrətməkdir, həm də nəzərdə tutduğumuz gənc xanımlar və işsiz evdar xanımların öyrədilməsini nəzərdə tuturuq. Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə Turan Türk xalqlarının mədəniyyətinin inkişafına dəstək ictimai birliyin həyata keçirdiyi bu layihə doğrudan da tədbirə layiqdir. Çünki bu həm bizim qədim sənətimiz olan toxuculuq və Ebru sənətinin yaşadılması, tanıdılması, gənc nəslə tanıdılması, yaşadılması ilə yanaşı, həm də Türkiyə-Azərbaycan dostluğunun hər bir sahədə olduğu kimi bu sahədə də qardaşlığına, dostluğuna bir daha bir nümunədir. Bu sahədə həm agentliklə yanaşı Yunus Əmrə İnstitutuna da təşəkkürümüzü bildiririk ki, bizə bu sahədə tərəfdaşlıq eləyir, köməklik göstərir. Layihənin sonunda iştirakçılara müvafiq sertifikatlar təqdim olunacaq. Layihə iştirakçılarının hazırladıkları əl işlərinin satış sərgisi təşkil ediləcək. Nəticədə onların məşğulluq səviyyəsi və iqtisadi müstəqilliyi qismən artacaq. Layihə həmçinin bu qədim sənət sahələrinin gələcək nəsillərə ötürülməsinə də imkan yaradacaq. Esmira Turan, Oktay Rəhimağoğlu, TV1.